ehtimal olunan səbəblər nədir? Nə ola bilər ki, bu hamilə qalmır? Bu sadəcə ehtimal olunan səbəblərdir. Bunun özəl müayinələri yoxdur, analizləri yoxdur. Biz düşünürük ki, ola bilsin o follikulun içində olan yumurta hüceyrə keyfiyyətsiz ola bilər. Bu bir. İkincisi, bilirsiniz ki, borular özəl hərəkət edir. Tamam, boru açıqdır da, onun fimbriyası var. Follikul partlayanda o boru özəl hərəkətlərlə onun belə saçaqları var, belə fimbriyaları var. O yumurtanı tutur. O tutmalıdır. Bu tutma hərəkəti ola bilər. Bəzən çanaq dibində yapışıqlıq olur. Tamam, boru açıqdır da, amma endometrioz durumunda o boru yumurtalıq axın olmadığına görə o boru yumurtalıq belə münasibəti bozulduğuna görə o boru deyək yumurtalıq gedib yapışıb bu tərəfə, boru da burada daxil onu tuta bilmir. Və hamiləlik baş tutmaya bilər. Digər səbəblər, tamam, sənin yoldaşın spermi gözəldir də, gedib bəlkə də o yumurtanı tapıb mayalandırmaya bilər. Yumurta hüceyrə birisi 12 saat orada, yəni ehtimala görə follikul partiyadan sonra 12 saat içində orada gözləyə bilir, canlı qala bilir. Spermdə maksimum 36, ən maksimum 48 saat qədər canlı qala bilir. Gedib ora çatmaya da bilər. Yəni bu bəzi immunolojik faktorlar ola bilir. İmmunolojik nədir? Qadın orada döllənmə getsə belə qadının bədəni immunolojik faktorlara görə hamileliyi qəbul etməyə bilər. Yəni bu ehtimal olunan səbəblərdir. Yəni dəqiq diaqnoz qoyacaq səbəblər deyil.